Salam aleykum değerli dostlar, değerli izleyiciler. Bu günləri Binə qəsəbəsində sizlərə kanal üstü deyilən ərazidə çox gözəl bir yerdə həm məscid tərəfdən, həm mehriban qonşulardan ərazisi olan gözəl bir həyət evimizin çəkilişindəyik. Düz 5 otaqlı həyət evimizə xoş gəlibsiniz. Buyurun daxil olaq evin həyətinə. Değerli izleyiciler, həyətimiz gördüğünüz kimi qəşəng ağlay daşlarla istifadə olunubdur. Kanalizasiya xətti üçün burada qapının ön tərəfində yerimiz mövcuddur. Qapımız qəşəng navestidir, həyətində əlavə tikilisi var. Çox mükəmməl, şəxsi tikili ev istəyənlər ekrandakı, səhifədəki əlaqə nömrələri ilə əlaqə saxlasınlar. Sənədlərimiz fərdi yaşayış üçün verilən çıxarış sərəncamıdır %99%. Gördüğünüz bütün evlerin hamısının sənəti eyni qaydadadır. Notarial qaydada alqı-satqıya gedəcək inşallah. Deməli, həyətimizdə gördüğünüz kimi belə bir nar ağacımız var. Burada belə bir digər ağaclarımız mövcuddur. Qızıl güllərimiz var. Değerli dostlar, çox səliqəli ev axtaranlar buyursunlar, əlaqə saxlasınlar. Hətta yay oldu, oturmağa, dincəlməyə, istirahət eləmək üçün mükəmməl, bax belə, çay içmək üçün mükəmməl yerimiz də mövcuddur değerli dostlar. Və hər şeyin başını bırakıram. Deyən niyə? Burada bir dənə gözəl əlavə. Həm istəyirsiniz obyekt eləyin, həm istəyirsiniz o kimsə gəlir alır, deyir məsələn mən alıram, mənim üçün bir dənə addelin otaq olsun. Məsələn balalarım girsin beləsinə bir evdə yaşasın, gözümün önündə olsun. Mənim üçün xoşdur ki, tək yaşayayım. Beləsinə bir xüsusilə nənələr, babalar üçün yaxud da ki iş kabineti eləmək üçün fərq eləmir. Bax belə bir gözəl, gəlin bura dostlar. Belə bir gözəl addelin bir dənə otağımız var. Məstana. Bax belə bir gözəl otağımız var. Bir dənə kurqon, bir dənə buran fırlanaq. Zəhmət olmasa Açıq xanım. Deməli bu izləyicilərimiz görsünlər ki, bax televizoruna qədər hər bir şey televizor yerinə qədər mövcuddur. Bu da addelli bir otaqdır. Yəni istədiyin zaman gəl özün üçün otur belə burada addiqat elə. Məsələn gəl otur uşaqlarla, dostdan, tanışdan gəldi. Məsələn çayxanaya, kafenin zadın başını, hər şeyin başını bırakın. Oturun burada qəşəngcə kampaniya eləyin və yaxud da ki Allah uzaq eləsin, şər işdən xeyir-şər məsələsi oldu. Qadınlar bir yerdə, kişilər bir yerdə, yəni oturmaq üçün mükəmməl bir həyətində tikilisi olmağını əlavə olaraq gözəl bir şeydir. Mənim hoşuma gəldi. 5 nömrə. Hər yerində də kanalizasiya sistemi quraşdırılıb ki, yağış yağdığı zaman heç bir su, muq qalmasın. Çöl sanitar qovşağımız var, amma çölün sanitar qovşağı təmir olunmuyubdur. Bütün şeylər atılıb, nədə çıxışlar, müxışlar, zadlar verilir. Amma kabel metlaq işləri qalır ki, oranı təmir eləməyə gərəkdir. Üstündə su bakımız var, həmən o sanitar qovşağını. Su bakı mövcuddur. Deməli, su doldurulmadı. Onu deyim ki, değerli dostlar, su doldurulmadı. Çünkü nəyə görə? Bu tərəfdə su ancaq bu ərazi ilə belə gətirilir. Deməli, kombimiz var dostlar. Evimiz tam hazır bir evdir. Evimizin sağ tərəfindən arxa tərəfinə qədər rahat bir formada keçmək olur, dövr eləmək olur değerli dostlar. İndi isə nə edəcəm? Daxil olacaq evimizin inşallah içinə. Bunun üçün də çox xahiş edirəm ki, kanalımızı bəyənin, abone olarak zil düğmesine toxunaraq bildirişləri açın. Evimizin qiyməti neçə olmuşdu? 62.000 manata. 62.000 manata real alıcıya endirimdə olunacaq. İndi isə keçəyin evimizin iç hissəsini sizlərə tanış edək inşallah. Değerli dostlar, gördüyünüz kimi qəşəng belə bir pəncərəli qapı hissəsi mövcuddur. Və daxil olaq inşallah evimizin içinə. Bax girişdə burada bir dənə membrandan yığılma değerli izləyicilər. Qəşəng kuxuna mebelimiz mövcuddur. Koridor hissəsində bax gördüyünüz kimi membrandan yığılma bir dənə mətbəx mebelimiz var. Girişdədir. Və daxil olan otaqları. Otaqlarımız 4 otaqdan ibarətdir. Birinci, başlayaq hardan? Evimizin deməli bu otağından gəlin bura değerli izləyicilər. Belə bir yataq otağımız mövcuddur. Gördüyünüz kimi çox səliqəli, çılçırağına qədər hər bir şəraiti var. Bu bir. İkinci bir variantımız. Wi-Fi internetinə qədər mövcuddur. Bura indi bizim balaca uşaq otağı olduğuna görə değerli dostlar, uşaqlarımız burada buralar avoylarını yarısını qovardıblar, yarısı qalır. Qəşəng bir otaqdır. Gəlin bura, digər otağımıza keçək. Deməli, burada bir yataq otağımız mövcuddur. Gördüyünüz kimi qəşəng, geniş, səliqəli, təmirli. Yəni istənilən mebellərdə rahat bir formada dostlar. Yəni yığa bilərsiniz. Məncə yəni çox səliqəlidir. Çılçırağına qədər də hamısı mövcuddur. Kombisi, radiatorlar hamısı öz qaydasında, öz yerində. Burada yəqin ki bizim qonaq otağımızdır. Bəli.
yol otaqdır, evimizin qonaq otağıdır. Səliqəlidir, genişdir, rahatdır. Kondisioner yerinə qədər bu yuxarı hissədə qülçəfir yeri qoyulubdur. Əlavə koridorun başında da kondisionerimiz var. Gördüğünüz kimi her şey tam qaydasındadır. Real alıcılar mütləq zəng edin. Burada evimizin sanitar boxlarıdır ki, bütün bax hamısı isitisinə kimi hər şeyi hazır vəziyyətdə alınıb, yəni quraşdırılıbdır. Buna deyirlər texnologiya. 4 otaq evin içində, 1 otaq çölündə və həyatı səliqəli, geniş bir həyat evidir. İnşallah dəyərli dostlarım, alan insanların hamısının evindən xoş səs gəlsin, xoş əhval-ruhiyyəli otursun, satanlarımız da xeyrisi ilə satsın, alanlarımız da xeyrisi ilə alsın. İnşallah bu evi elə bir insanlar alsın ki, bu evin içindən körpü uşaq səsi gəlsin. Xeyrisi Allah'tan, la ilahe illallah deyirik, sağollaşırıq.